Necə edək ki, daha çox pul qazanaq? Yəni bunun texnikasını bir çox insanlar bilmir. Hər kəs həmişə özündən qıraqda axtarır nə isə. Fikirləşir ki, çox işləyəndə çox pul qazanırsan. Bəli, çox işləyəndə çox pul qazanmaq mümkündür, amma bizim daxilimizdə bir enerji var ki, bu enerji artanda bizə daha çox pul gəlir. Bu enerji azalanda isə bizdən pul çıxır. Yəni elə adamlar var ki, deyir əliminə yatıram, quruyur, əlimdə heç nə pul qalmır, neynəsəm də bərəkətim yoxdur, bolluğum yoxdur. Bu məsələ tamamilə enerji ilə bağlıdır və biz bunu düzəltməyə öyrənməliyik və bu bizim doğum tariximizdə, şuur sayımızda, missiya rəqəmimizdə gizlidir. Çünki biz bunu açmağı öyrənəndə həqiqətən də biz tamamilə dəyişirik və həyatımıza bolluq, bərəkəti cəlb eləməyə başlayırıq. Bəli, burada təlqinlər də işə yarayır. Bəli, burada müəyyən meditasiyalar da işə yarayır. Amma tam əsaslı, oturuşmuş məhz bu enerjidir. Enerjini idarə edə bilmək üçün, enerjini harda itirdiyimizi öyrənmək üçün, necə artırmaq lazımdır, sizi kədərləndirən mövzulardan necə çıxmalısınız, qorxuya necə qalib gəlməlisiniz, bütün bunlar haqqında mən seansda danışıram və seansı keçmiş adam 2 saat ərzində dəyişmiş və bütün bu texnikaları bilmiş olur.